siz mənə daxil ediniz bu konuya. Həzrəti Əli salamullah əleyh. Biz nə qədər fikir eləyək ki, onun sevənlərindən, onun ardıcan gedənlərik. Həzrəti Əlinin əzəməti bu dünyada bilinməz. Əzəməti, onun o yüksəkliyi ahirətdə yalnız bilinəcəkdir. Həzrəti Əlini tanımadı məgər Allah, məgər onun peyğəmbəri. Həmin Həzrəti Əli buyurur ki, məqam, bu məsuliyyətlər ki, biz ardıcan, qaçı, mövqe, post, vəzifə. Bunlar deyib buyurur, ilana bənzir. Ləyyinun məssaha, zahiri yumuşaqdır, parıldır, gözəldir. Xoşxətuxaldır. Yəni adam baxanda görür nə gözəldir, Allahu Əkbər. Çox gözəl, naxışlı. Ləyyinun məssaha, zahiri yumuşaqdır və qatilun səmmuha. Lakin onun zəhəri öldürəndir. Bir əqilli insan heç vaxt, mən diqqət edin xanım Sama, mən özümə diqqət edeyim. Bir əqilli insan heç vaxt əlin ilanın ağzına soxmaz. Oturmuşam mən, işimi görürəm. Gələrlər mənə deyirlər ki, bu məsuliyyət yalnız sənin əlivindən, bu vəzifə yalnız sənin əlivindən yer verirlər. Mən baxam, görəm ki, eləyə bilirəm, onda gərək bu məsuliyyəti daşıyam, alam. Nəinki onun dalısıcan qaçam və elə qaçam ki, ona çatmağa xatir, o mizə, o vəzifəyə çatmağa xatir, onlar nəfərin, yəni neçə nəfərin abirisin əyaq altında mən tapdılıyam. Onu xarablayam, onu gözdən salam. Niyə? O mizə yetişəm. Özgənin abirisinə oynayam, özümü şirin eləyəm. Rəisin yanında özümü yalpaqlıq eləyəm. Dünyanı verir adam özün bir dənə rəis yanında. Allahın bəndəsidir da. Əskidə dəyəri yoxdur. Mən deyim ki, çox təhlükəlidir. Yəni, özündə bu qabiliyyəti hiss eləmişsən, əslən əlimi soxma ilanın ağzına. Təhlükəlidir. Dünyanı, adamın dünyasının, ahirətin aparar. Xanımı Sam, gedin, oturun, durun, bir dənə yiyin, 2 dənə Allah yolunda verin. Ki sizin məsuliyyəti, sizin işləri, sizin çörəkləriniz və bizim çörəklərimiz bir yerdən gəlir ki, özgənin irzi ilə, özgənin namusu ilə, özgənin canı ilə oynamır. Çox önəmli. Çox təhlükəlidir. Yəni, birin yersiz, haqsız zindana soxasan. Birini yersiz öldürəsən. Hürmətini tapdalayasan, əleyhini bir şey yazasan, bir şey deyəsən. Həqiqətən. Su bunun içindədir. Mənim üzürü bilin. İndi töküldü burada, siz onu yığın görün mənə.